gözləri görmür, kör adamdır. Gəlir Peyğəmbər əleyhissalamın yanına. Gəlir deyir ki, Peyğəmbərə, ya Rəsulallah, gözlərim görmür. Mənim çarəm nədir? Həzrət buyurdu ki, get dəstəmaz al. Getdi dəstəmaz aldı. Sonra Həzrət Peyğəmbər buyurdu ki, 2 rükət namaz qıl və Allaha belə dua elə. Allahümmə innə əs'əlükə və ətəvəccəhu iləyk bi nəbiyyikə Muhammedin nəbiyyir rəhmə. İlahi, mən səndən rəhmət Peyğəmbəri olan Həzrəti Muhammed Salavatullahın vasitəsilə gözlərimə şəfa verməyini istəyirəm. Neylədi? Peyğəmbərimizi vasitə tutdu. Deyir, bu adam qalxdı 2 rükət namaz qıldı və bu duanı oxuyub səcdədən qalxanda artıq gözləri açılmışdır. Bu hadisə Peyğəmbərimizin dövründə olmuşdu. Elə Həzrət Peyğəmbər əleyhissalamın özü tövhidi insanlara başa salırdı. Allahın Rəsulü gizlətmirdi ki, təqiyyə eləmirdi ki, açıq-aşkar şəkildə hamıya başa salırdı.